Salam, hər vaxtınız xeyir olsun uşaqlar. Uğur olsun hər birinizə. Bugün biz 7-ci sinif fizika kitabında ölçmələrdə dəqiqlik mövzusunun öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın çalışmalarına baxacağıq. Əvvəlcə birinci məsələni oxuyaq. Deyir, mayenin həzmini birinci menzurka ilə ölçdükdən sonra o ikinci menzurkaya boşaldılır. Daha sonra soruşur. Menzurkaların xətalarını müəyyən edin. Yaxşı, biz bu hər iki menzurkanın əvvəlcə xətasını müəyyən edək. Baxın uşaqlar, xətanı müəyyən etmək üçün biz mövzu izahında keçmişik, artıq bu mövzunun izahında bildirilmişdi ki, xəta bərabərdir bir bölgünün qiymətinin yarısı. Yəni, bir bölgünün qiyməti bölünsün 2-yə. Yaxşı, bəs bir bölgünün qiymətini necə tapacaq? Uşaqlar, biz müəyyən etmişdik ki, bir bölgünün qiymətini tapmaq üçün 2 ən yaxın qonşu ədədi götürürük və onlar arasındakı şkalaların sayına bölürük. Məsələn, 20 və 10-u götürə bilərəm, istəsəm qonşu ədədlər kimi, istəsəm 40-dan 30-u götürərəm qonşu ədədlər kimi. Tutaq ki, biz götürək 20 və 10-u. O zaman yazacaq ki, bir bölgünün qiymətini hesablayanda. Bir bölgü qiymətini hesablayırıq. Bərabərdir. 20 və 10 üçün nəzərdə tuturam. 20 çıxılsın 10. Bölünsün bəs neçəyə böləcəm? Aralarındakı şkalaların sayına. Bəs aralarında şkalaların sayı nə qədərdir? Sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Böləcəm 10-a. Bərabər olacaq. 10 bölünsün 10. Bu da bərabərdir 1 millilitr. Çünki burada vahidimiz nədir? Millilitrdir. Demək ki, bir bölgümüzün qiyməti oldu 1 millilitr. Amma xətanı tapmaq üçün nə etməliyəm? Xətanı hesablayanda bir bölgünün qiymətini yarıya bölməliyəm. 2-yə bölməliyəm. Onda bu menzurkanın, yəni birinci menzurkanın xətası nəyə bərabər olacaq? Xəta bərabərdir bir bölgü bölünsün 2. Düzdür? Bir bölgümüzün qiymətini neçə tapdım? Hələ 1 tapdım. Onda 1-i böləcəm 2-yə. Bərabər oldu 0,5 millilitr. İndi ikinci menzurka üçün hesablayaq. İkinci menzurka üçün hesablayanda yenə də eyni gedişatı aparmış olacaq. Əvvəlcə nə edəcəyik? Əvvəlcə yenə də bir bölgünün qiymətini tapaq. Bir bölgünün qiyməti niyə bərabər olacaq uşaqlar? Dedik ki, 2 ən yaxın ədədi götürürük. 2 ən yaxın qonşu ədəd. Tutaq ki, bu səfər 30-dan 20-ni götürək. Biri olsun 30, digər olsun 20. Yuxarıda nə yazacaq? Bəli, 30 çıxılsın 20. Bəs aşağıda nə yazacağım? Bölgülərin sayı. Bəs bölgülərin sayı nə qədərdir? 1 və 2. 2-yə böləcəm yəni. 30-dan 20-ni çıxıb böləcəm 2-yə. Bu da bərabər olacaq. 30-dan 20 çıxanda 10, 12-yə bölündə 5 nə? Millilitr. Çünki vahidimiz nədir? Burada yenə də millilitr. Demək ki, bir bölgümüzün qiyməti ikinci menzurkada da oldu 5 millilitr. Bəs xəta nəyə bərabər olacaq? Xəta bərabər olacaq bir bölgümüzün qiymətinin yarısı. Yəni 5-i böləcəm 2-yə. Bu da bərabər olacaq 2,5 millilitr. Yaxşı, uşaqlar, əgər bizdən ikincisində soruşur ki, menzurkaların qiymətlərini müəyyən edin. Yaxşı, menzurkaların qiymətlərini müəyyən etdikdə nə edəcək? Baxın, birincisində biz müəyyənləşdirdik ki, menzurkanın bir bölgüsünün qiyməti 21 millilitrdir, düzdür? Onda bu menzurka hansı həddi göstərir? Bax, bu su həddini göstərir də, düzdür? Burada artıq 20 var və üstünə gələcək. 1, 2, 3, 4. Demək ki, bu suyun həddi menzurkanın göstəricisi nə qədərdir? 24 millilitr. Yaxşı. Amma biz göstərici olaraq yazanda, uşaqlar, göstərici bərabərdir 24 plus minus bu xətamız nə qədər tapmışdıq? 0,5. 0,5. Bu bilirsiniz nə deməkdir uşaqlar? Yəni ki, cihazın göstəricisi
24-dən 0,5 milli çox da ola bilər Pülusa görə. 24-dən 0,5 milli az da ola bilər. Adətən fikir vermisiniz uşaqlar, hansısa bir qida maddəsi alanda arxasına fikir versəz, çəkisini yazanda tutaq ki, yazır ki, 320 qram plus minus 10. Yəni, o deməkdir ki, 320 qramdan 10 qram çox da ola bilər, 10 qram az da ola bilər. Bu, cihazın göstərdiyi xətadır. Yəni, bu onu göstərmiş olur. İkinci üçün biz yazsaq, cihazın göstəricisi nə qədər olacaq? Göstərici bərabərdir. Baxın uşaqlar, 24 demədik, 24 plus minus neçə? Xətamızı neçə tapdıq? 2,5. Bəli, 2,5 millilitr. Yəni, bu o deməkdir ki, uşaqlar, bu ikinci menzurkanın göstəricisi 24-dən 2,5 milli çox da ola bilər bu pulsa görə. 24-dən 2,5 milli az da ola bilər. Çox olsaydı onda nə olacaqdı? 26,5. Az olsaydı nə olacaqdı və? 21,5. C variantına. C variantına deyir ki, hansı menzurka ilə ölçməni daha dəqiq aparmaq olur? Cavabınızı əsaslandırın. Əslində biz bunu bayaqdan müəyyənləşdirmiş olmuşduq. Çünki yadınıza gəlir, biz xətanı tapanda necə tapdıq? Xətanı tapanda tapmışdıq ki, deməli, birinci menzurka üçün tapmışdıq ki, 24 plus minus neçə idi? 0,5. İkincisi isə tapmışdım ki, 24 plus minus 2,5. Sizcə uşaqlar, xəta olaraq mən 0,5 daha dəqiqdir, yoxsa 2,5? Əlbəttə ki, xətam nə qədər kiçik olarsa, ölçməm bir o qədər dəqiq olmuş olur da. Ona görə birinci ilə ölçməm daha dəqiq olmuş olar. İndi də keçək. Öyrəndiklərinizi yoxlayın hissəsindəki çalışmalara. Öyrəndiklərinizi yoxlayın hissəsindəki çalışmalarda deyilir ki, uşaqlar, şəkildə voltmetr təsvir olunub. Bu cihazın A variantı. Bir bölgüsünün qiymətini müəyyən edin. Yenə də biz bayaqki kimi proseduru təkrarlayaq. Bir bölgüsünün qiymətini müəyyən edəndə nə etmişdik? Baxın, buradan bir-bir yazaq ki, öyrənmə rahat olsun. Bir bölgü bərabərdir. Bax, bir bölgünün qiymətini tapanda nə edirdik? Götürürdük 2 ən yaxın qonşu ədədləri. Məsələn, 2 ilə istəsəm 3 götürə bilərəm, istəsəm 1 ilə 2 götürərəm, istəsəm 4 ilə 5 götürərəm. Tutaq ki, indi götürüm, hansını götürüm? 3 ilə 4-ü götürək. Onda nə edəcəm? Böyükdən kiçiyi çıxacanda 4 çıxılsın 3, bəs neçəyə böləcəm? Bayaqlarda dedik, aralarındakı şkalaların sayını. 3 ilə 4 götürməmişik. Burada bir şkala, bu da ikinci şkala. Deməli, 4-dən 3-ü çıxıb, böləcəm neçəyə? 2-yə. Bərabər olacaq. 1 bölünsün 2, bu da bərabərdir 0,5. Bəs vahidi nə yazacaq? Baxın, burada gizlənib volt. Demək ki, bir bölgümüzün qiyməti nə qədər oldu? 0,5 volt. Daha sonra ikincisində B variantında deyir ki, ölçmə həddini müəyyən edin. Bu cihazın ən son ölçmə həddi nə qədərdir? Bax, buradadır da 5. Deməli, ölçmə həddi nə qədərdir? 5 voltdur. Və deyir, son olaraq xətasını müəyyən edin. Xətasını tapanda bayaqları nə dedik? Xəta niyə bərabər idi? Xəta bərabər idi. Bir bölgünün qiymətinin yarısına. Onda bir bölgümüzün qiyməti nə qədər idi? Bəli, bax, 0,5. 0,5-i böləcəm 2-yə. Bu da bərabər olacaq 0,25 volt. Bax, belə. Xətamızı tapanda 0,25 volt tapmış olduq. Yəni, üzərindən ümumən keçmiş olsaq, əvvəlcə biz xətanı tapmaq üçün əvvəlcə biz bir bölgünün qiymətini tapmalıyıq. Daha sonra bir bölgünün qiymətini tapdıqdan sonra isə xətanı müəyyən edirik. Xətanı da tapanda tapdığımız o bir bölgünün qiymətini 2-yə böləcək. İndi də keçək ikinci tapşırığa. İkinci tapşırıqda deyir ki, kitabın vərəqinin qalınlığını xəttkeşlə ölçmək olarmı? Vərəqin qalınlığını müəyyən etmək üçün hansı üsulu təklif edərdiniz? İndi bizə baxın, bir kitab verilib, tutaq ki, hansısa bir kitabdır.
Düzdür. İndi bizdən soruşur ki, bu kitabın tutaq ki, bir vərəqinin qalınlığını mən ölçə bilərəm xəttkeşlə. Sizcə ölçə bilərəm mən bunu xəttkeşlə? Əlbəttə ki, yox. Çünki kitabın vərəqinin qalınlığı hətta bu yazdığım xəttdən belə nazikdir. Mən onu xəttkeşlə necə ölçərəm? Yəni, mümkün deyil. Düzdür? Ona görə nə edərəm? Kitabı örtmüş vəziyyətdə, kitab bağlı olduğu vəziyyətdə, ümumən xəttkeş vasitəsilə onun qalınlığını ölçərəm. Tutaq ki, 2 santimetrdir. Daha sonra o 2 santimetri müəyyənləşdirəndən sonra çevirərəm onu niyə? Millimetrə. Olacaq nə? 20 millimetr. Və bölərəm bu səhvələrin sayını. Tutaq ki, mənim kitabım neçə səhifəlik olsun? Tutaq ki, 100 səhifəlik kitabım var. Neyniyəcəm onda? 20-ni böləcəm 100-ə. Neçə eləyəcəksə, demək ki, vərəqimin qalınlığı o qədərdir. Yəni bunu sadə olaraq mən izah etmiş oldum. Kitabın vərəqin qalınlığını müəyyən etmək, onun ümumən qalınlığını, yəni kitabın ümumən qalınlığını müəyyənləşdirərəm. Daha sonra da bölərəm vərəqlərin sayına. Və beləcə mən vərəqin qalınlığını müəyyən etmiş olaram. Bugünlük bu qədər uşaqlar. Dərslərinizdə sizə bol-bol uğur arzu edirəm. Sağ olun.